yeni videomuza hoş gelmişsiniz. Çünkü uzun müddetten bu yana video paylaşmırdık. Bütün komentlerde, TikTok'da, Instagram'da, YouTube'da belə hamı yazırdı ki usta təzə video paylaş. Hemen de bütün bunlar hamısını nəzərə alaraq 1200 kilometre yol getdik. Yani bütün pilotlarımızdan birgə getdik, qəşəng, yəni pilotlar qəşəng rezultat göstərdilər. Biz də aşağı yuxarı yaxşı bir video çəkmişdik. Yəni hal-hazırda baxsam 1000-1500 nəfər izləyib ancaq onlar da elə pilotların özləridir. Vəssalam, xahiş edirəm videolarımıza qarşı biraz diqqətli olun. Baxdınız, paylaşın, dostlarınıza göndərin. Aktivliyi biraz qaldıraq və bizdə də biraz maraq olsun yeni videolar çəkməyə. Belə millət, təbii ki bunlar yarı ciddi, yarı zarafat olan bir sözlərdir. Baxsaz da baxmasaz da çəkəcəm. Belə, deməli istiqamətimiz Gürcüstanın Rustavi şəhəridir. Lilo Arenaya gedirik. King of Drift'in sezon açılışı və birinci etapı baş tutacaq. Qeyd eləmək istəyirəm ki, bu yarışda ilk dəfə olaraq Azərbaycanı 12 yaxud 13 pilot təmsil etməlidir. Qağam gəldi də, mən bildim qağam gəldi. Özdəki mənim qağam sobalarla gəlib. Xaçapları yeyəcəksən. Sən benim qağam. Gələm. Salam əleykum. Yəni bu qaydanı bura bizimkilər gətirir. Bilməm, Ferdo çaşkasını, nəsini beraber. Salam əleykum Nihat. Sən heç vaxt belə görməmişdim. Sağ ol. Doğrudan, nə olmuşdu ki? Bir dənə. Qızanda çaşka ayrımırdı. Ha. Ona görə bir dəfə başdan Ferdo gətirdik, tezdən onu bağladım. Salam əleykum. Ooo, Hikmət müəllim, necəsən gəlişdə? Allah haqqı.
Deməli Gürcüstana gələndə həm ən çox əziyyət çəkdiyimiz şeylərdən biri çay idi. Onu da həll eləmişik. Hə Sultan? Yeri var ha bunun. Liloda soğanlar qaynadan ilk Azərbaycanlı Görünə bizi. gəlir hələ. Vay vay, get görək, kətən get görək. Gətir. Bakıdan demişəm səhər zavtraq zat oteldə eləməyə. Ha. Qismət görürsən. Hara qədər. İndi onu bıçaqla parçalayacağım. Bıçaqla onu 8 yerə böl hamımız. Deməli, Rəhman Şıxəliyev öz maşını gətirməyib deyə. Bu maşından iki pilotumuz iştirak edəcək. Rəhman Şıxəliyev və Amin Səfquliyev. İnşallah hər ikisinə uğur arzu edirik. Deməli, əgər bunlar nəticə etibarilə bir-birinə düşsələr, biri avtomatik şəkildə oyundan çəkilməlidir. Saat 21:09-dur. Bu 36 motor dağılıb. Gedib bazardan motor alıblar və gətiriblər bura. Gecə ilə bu motor dəyişdiriləcək, qoyulacaq yerinə. Bir dənə gedək vəziyyətlə sizi tanış edeyim. 5 dəqiqə motor dəyişim gəlir. Motor çıxardıblar orada, aymalıyırlar. Bu da Işıq düşəndə görsən. çox güman ki, kladişlər ya boş olub. Yox, kladiş fırlanıb. 100%. Kladişlər sıradan. Amma fırlanıb hamısı da qayıdıb yerinə oturub məncə. Fırlanandan sonra qayıdıb ki, biz çox getmişik. Bir qırıq çox oldu. Daha geriyə qaldı. Bu da eyni motorun təzəsi. İndi onun üzərində olan kollektor, sonra babin filan, bütün provodka keçəcək bunun üstünə qoyulub xodlanacaq indi. Ya nəsib ya qismət, inşallah bu işləyər. DCK maşınında karabka bütöv edir. Və həmin plan şaybadır. Yəni, belə olmağı daha yaxşıdır ki, karabka dağılanda seyləməyəsən. Start el boşdur. Karabka dəyişəndə bir dənə bu açıb bağlıysan da, ötən videoya baxsaz görərsə orada Pramar karabka svarkalı idi. Karabka dağılanda biraz əziyyət çəksən. Belə vurma. Çox ağırdır o. Maşın satıb da polunu qayda bilərsən. $2000 zat verərlər yerində. Burada yəni sizə germetika hikmət kimi müraciət etməyə var. Trekdəyik artıq və gecədən əziyyət çəkilən, işlənən maşın artıq hazırdır. Uşaqlar heç bir yatmayıblar. Motor qoydular, xodladılar. Şükür Allah, hər şey yaxşıdır. İnşallah ki, düzülüşdə iştirak eləyəcək. Ondan sonra da başlayacaq kvalifikasiyada iştirak eləyəcək. Ümid edirəm ki, bu maşın üçün hər şey yaxşı olacaq. Çünki gecədən bu yana əziyyət çəkilib. Gördüyünüz kimi artıq tripkaranın düzülüşü başlayıb. Təqribi bu etapda 70 tripkar olacaq. Düzdür, bizim maşınlardan da hələ ora çatmayanlar var. Qarajdadılar, hazırlanırlar. Ən çox möhtəşəm mənzərədir. Yəni, bugün düşünürəm ki, burada əksəriyyəti harca bir 20% həvəskarlar olsalar da, amma güclü mübarizə gedəcəyini düşünürəm. İnşallah bütün pilotlarımıza uğurlar arzu edirik. Yaxşı nəticə ilə dönərik deyə düşünürəm. Hal-hazırda düzülüşdə olan maşınlarımızdan biridir. Niyaz Bədiyev maşınıdır. Dünəndən çoxlu problemləri var idi. Maşallah bugün hamısı həll olunub, qaydasındadır. Elçin Məmmədov maşınıdır bu da. Bunda da xırda problemlər olub, aradan qaldırılıb. Sonra orada Fərid Quliyev maşını görürük. O da inşallah qaydasındadır. Sonra burada Elvinin maşınıdır, bu da hazırdır. Bir də nöqsan edirlər ki, əgər maşınımız top 32-yə çıxsa, mütləq şəkildə qabaq bufer yerində olmalıdır. Yəni altında nə var, nə yox, fərqi yoxdur. İndi əgər inşallah ki, növbəti mərhələyə keçərlər, o müddətdə də həll eləyərik bufer məsələsini. Sonra burada
Burada isə Pərviz Əzizovun maşını görürük. Bunda da farsunka problemləri var idi, o da həll olundu. Qeyd edim ki, Azərbaycandan gələn ən güclü maşın budur. İnşallah yaxşı nəticə göstərər. Derbiyin olarda sabahları olmalı. Yox, o olar, elə olar. Burada isə Azərbaycanın ən gənc drift pilotu olan Amal Dadaşovun maşını görürük. Deməli, 2 turbo motorla təchiz olunub. İnşallah Amalı da uğur arzu edirik, yaxşı nəticə göstərər. Və düşüncəmə görə belə deyək də, ən güclü yarışda iştirak eləyir karyerası ərzində. Ümid edirik ki, yaxşı nəticə göstərər. Ən vacib maşın Ceyhun Süleymanovun maşınıdır. Yəni, gördüyünüz kimi maşın küsüb həyatdan. Amma buna baxmayaraq CK-yə 4 tane medal verib bu maşın. Ümid edirik ki, bugünkü yarışda da CK yaxşı nəticə göstərər. CK ilə bərabər bütün pilotlarımıza uğurlar arzu edirəm. İnşallah bayrağımızı hər zaman uca eləyərlər. Готовы майданики, дамы. Niye? Серия Ingo Swift'i. Sen hal-hazırda Niyaz Bədiyev start götürür. İnşallah ki, o da sürüşü uğurla tamamlayar. Köşə! Hələ ki, tam təlimata uyğun gedir. Növbəti pilotumuz Elçin Məmmədovdur. Öz çıxışına başlayacaq. Elçin bu trekdə yetəri qədər təcrübəsi var. Ümid edirik ki, o da yaxşı nəticə göstərər. Start veriləcək. Bir dənə də düzəliş eləmək istəyirəm. Az öncə Amin'in bir maşında 2 pilot sürürdü ya. Amin, Rəhman Şıxəliyev ikisi eyni maşın sürür. Az öncə sürən Rəhman Şıxəliyev idi. Maşına tam uyğunlaşa bilməyib deyə biraz birinci sürüş yaxşı alınmadı. İkinci sürüşdən gözləyirik. Elçin Məmmədov start götürdü. Sürətlenmə yaxşı. Hələ ki qənaət bəxş gedir. Inner klipinqə də düşdü. Yaxşı. Çok ilerleyiş var. Ha, maşallah, Elçin də çox maşallah çok ilerleyiş yaxşı. Və Ceyhun Süleymanov ikinci sürüşü. Tele geçsin.
birinci qrupun sürüşləri başlayır. Burada da bir neçə pilotumuz iştirak eləyəcək. Onlardan birincisi Elvin Xudaverdiyevdir. İnşallah uğurlu nəticə göstərər. İzləyək. Çox yaxşı. Bol tüstülü. Və orada bir balaca ləngim oldu, amma yaxşıdır hələ ki. Əla. Düzdür, bu məşq sürüşü idi. İnşallah bu xal vermir. Yəni bu sadəcə trasa öyrənmək üçün verilən bir sürüşdür. İndi bundan sonra kvalifikasiyanın birinci sürüşü olacaq. İnşallah ki, yaxşı sürər. Elə sürsə. Birinci Tugaya gec girsə də axıra qədər apardı. Yaxşı. Əla. Düşünürəm ki, bizim pilotlar arasında ən çox xal yığanlardan biri də Elvin olacaq. Növbəti pilot Xəyal Ağcabəyli. Düzdür, məşqi yaxşı sürmədi. Ümid edək ki, birinci etapı, birinci sürüşü yaxşı sürər. Uğurlar. Xəyal Ağcabəyli. Get Xəyal, get. Əvvəl yaxşı başlamayıb, amma sonra biraz səhvlərini düzəltdi. Heç bir klipinqə düşmədi bu. Növbəti pilot Hamlet Fərəcov. Təkərləri qızdırır, düzdür, maşın yaxşı işləmir, amma ümid edirik ki, nəsə bir iş çıxardacaq ortaya. Hamlet start götürdü. Bu dəfə daha uğurlu start götürüb. Davam elə. Yüngül çıxma oldu trekdən, amma normaldır. Biraz öldü maşın. Maşın bildiğin qol gücünə gedir. Davay Hamlet, davay. Qəşəng. Əziz start götürdü. En güvendiğiniz maşındır. Antilagina Zabina. Vəhşi kimi heç nə ineri götürmədi. Buna da düşmədi. Böyük Tuqa. Pərviz Əzdov start götürdü. Uğurlu start. Bir balaca açıldı. Ay da düşmədi onu. Hələ ki yaxşı gedir. Götürdü bu dəfə. Peki, böyüdü qanı axıra kimi götür, axıra kimi. Qəşəng bəndin. Az öncə Niyaz Bədiyevin qardaşı Rauf Bədiyev
Yəni məşqsiz filansız çıxdı bir dənə qəşəng sürüş göstərdi. Məşq idi sadəcə. İndi də keçir etap kvalifikasiya sürüşünə. İnşallah məşqdəki kimi sürsə yəni normal xal yığacaq. Yəni normal dediyimizdə 60 plus. Rauf Bədiyev start götürdü və birinci hansı ki bunu ancaq top pilotlar eləyə bilirlər. Çox getmə, itələ ayağını çəkmə qazdan. Əla Rauf, qəşəng, indi yerə düşə bilmədi, normaldır. Çox pilotlar heç düşə bilmir. Qəşəng Rauf, burada düşə bilmədi. Böyük Tuqa, axıra kimi, qəşəng. Çox möhtəşəm, yəni heç kəs Raufdan bu sürüşü gözləmirdi. Maşallah, çox qəşəng sürdü. Ümid edirik ki, davamlı olar. Və Aminin ikinci sürüşü buradan xal götürəcək artıq. Biraz tələsir. Amma bu sürüşləri yayınlamaq lazımdır ki, bir neçə il sonra baxsın ilk sürüşünə. Fərid Quliyev. Birinci Duqada çox tələdi. Az qalsın trekdən çıxırdı, amma kontrol edib. Hələ ki, hər şey qaydasındadır. Böyük Duqanı tam ideal götürdü da, yəni çox möhtəşəm. Növbəti pilotumuz Fərid Quliyevdir. Az öncə məşq sürüş elədi. Çox yaxşı idi demək olar ki. İndi isə kvalifikasiyada ilk sürüşünü eləyəcək. Ümidlərimiz böyük Fərid Quliyevə. Duqanı tam ideal şəkildə götürdü. İkinci klipingdə ideal. İçəri innerdə ideal. Bu da balaca zona. Bu da təmiz. Çox möhtəşəm. Yəni 85-90 bal veriləsi sürüşdü. Sonra başladı sürüş. Yama bas, nə oldu? Nəsə turbo gizlədi. Deməli nə baş verdi? Amalın maşında qranat qırıldı. Ona görə iştirak eləyə bilmədi. Və şansımız var ki, Pərviz Əzizov maşınını o da sürsün. Ona görə də deməli, Amalın akletası yapışdırıldı bura və Amal kvalifikasiya sürüşünü Pərviz Əzizov maşından eləyəcək. Uğurlar inşallah ki. Necəsən? Nə var nə? Fərid Quliyev ikinci sürüşü. Birinci sürüşdə 76 bal toplamışdı. Sonra ikinci sürüşdə nə qədər? Hələ ki, hər şey super gedir. Əla. Böyük Tuqa. Ən çox balı burada verəcəklər. Çox möhtəşəm. Amal Pərviz Əzizov maşından bu sürüşünü eləyəcək. Çox güman ki, məşq üçün verilən şans
bitirildi. Yəni sürüşü, hər bir sürüşü ilə sonra xal sayılacaq. Uğurlar arzu edirik ona. Düzdür, öz sürdüyü maşınla bu maşının arasında güc fərqi 2 qat çoxdur. Ümid edirik ki, kontrolda saxlaya bilər. Start verildi. Ne oldu kimi? Ha? Keçirdənmədi yəqin ki. Buradan oraya görə gedince gələn məşq edirəm. Nə problem oldu bilmirik. Həm də nəzərə alaq ki, maşın qarabkasını sekventaldır, ona görə ola bilsin ki, skorsu düz tuta bilmir, nəsə kələyi var. Kamerası yoxdur, yoxsa mən unutmuşam ona görə. Gəldik Pərviz Usta maşını evakasiya eləməyə. Usta qranatların ikisi də sınıbdı ya, maşın yerimir. Amma burada çöldür qırılan. Burada isə içəri deyəsən qıral. Ama diyorum görünmüyor. Burada ise deyəsən içəri qırılıb. Yavaş, yavaş. Sağ. Drift elə intiqam. İntiqam biraz yuxarı qaldır. Mənim klöç. ეგრევე მეორე მხარეს ისროლა. სადაც უკვე იქნება რეალური მხარეს გადაწყობა მიდის და არ მგონია ადვილი იყოს იმის გაკეთება, რომ აქეთაც ჩაუხდე და მე აქეთაც მოვასწრო ჩახტომა რა. პირველზე მინდა რომ გამოვდივართ. ჩასვისასაც ხო ანუ ერთი ტემპი უნდა გვეჭიროს, ანუ მადრე ჯდები ძოლზე, აი კონუსები არის გარეთ. ანუ არ გაჩერდეთ რა თქმა უნდა. აღონა არის გვიან, აი აქედან აქამდეა და არა ესე. Hal-hazırda Top 32'ye yükselen pilotlarımızın düzülüşüdür. İstəyirik bir yaxınlaşaq, bu yarış haqqında fikirlərini alaq. Salam əleykum. Salam əleykum. Xoş gördük hər birinizi. Hoş gördük. Sən vaxt itirmisən ikimizdən birdən. 100% də vaxtı dəyərləndirək. Hər ikinizi təbrik edirəm. Top Çox sağ olun. 32-dəsiz. Bu yarışdan gözləntiniz nədir? Ceyhun. Başda. Как всегда. Həmişə kimi biz salamlayıram hamını. Biz köklənmişik. Bax ora. Görürsən oranı çək. Podium. Podiumu görürsən. Biraz yuxarı qaldır kameranı. Qaldır görəsən. Hə, inşallah. Ha, orada Ümid eləyirəm ki, şansımız da var. 6 pilotumuz 9-dan 10 pilotumuzdan 6-sı keçib kvalifikasiyaya. Top 32'ye. 32 pilotun 6'sı Azərbaycandır. Heyflər olsun ki, təəssüf olsun ki, hamımız bir setkaya düşmüşük. Yəni 16'ya düşmüşük altımızda. Yəni hansımızsa bir-birimizlə görüşüb məğlub olacağıq təəssüf ki. Amma yəni yenə də şansımız var. Hələ ki bir-birimizə düşmədik. Növbəti mərhələdə bir-birimizə bir dənə Elçinlə Niyaz düşüb. Hə, təəssüf. Hə, amma yəni gözləntimiz yaxşıdır. Məşqlər eləmişik, maşınlarımız işləyir. Hədəf podiumdur. İnşallah Allah müvəffəq eləsə çalışacağıq, yer tutaq. Hamıya uğurlar, bütün pilotlarımıza. Ceyhunun sözlərinə əlavə olaraq, abu-hava əladır. Məqsəd zaten bəllidir podiuma. Çox heyfsizlər olsun ki, pilotların 4'ü bir setkadadır. İkisi sağ setkadadır. İnşallah Hamlet Pərviz sağ setkadadır. İnşallah Top 32'ni hər ikimiz keçsə Ceyhunla, topun altılıqda görüşürük. Qismətdir, bu yarışdır, belə şeylər olur. Zaten bəlli qədər məşq eləmişik, bir-birimizin sürüşlərinə bələdik. Təəssüf olsun ki, elədir. İstəməzdik, amma ən sevindirici hal şəxsən mənim üçün odur ki, 2025-ci ilin yarışlarını çox yaxşı başlamışıq. İstər Georgian Drift seriyası olsun, istər King of Drift olsun, yaxşı gəlirik. Bu il inşallah medallarımız gözlənilir, yaxşı olacaq Allahın köməyi ilə. Hamıya uğurlar, bütün uşaqlara uğurlar. Top 16'ya yükselen növbəti pilotumuz Pərviz Əzizov. Həqiqətən də
Keçən yarışdan baxmış, bu yarışda yəni çox yaxşı sürdü. İnşallah uğuru davamlı olar. Pərviz Əzov. Söz fikirlərin bu yarış haqqında fikirlərin nədir? Rəqibin kimdir? Rəqibim Gürcüdür əlbəttə ki. Yaxşı şükür Allaha ki, mən yəni özümüzünkilərlə düşməmişəm. Yəni bizdə məsələn Elçinlə Niyaz ikisi bir-birindən düşüb. Yəni heç yaxşı bir ehtimal Yaxşı deyil. deyil. Hə, yaxşı deyil. Amma belə inşallah Allahın köməyi ilə ölkəyə medalla qayıdarıq. İnşallah uğurlar. Salam Niyaz. Aleykümselam. Xoş gördük səni. Hoş gördük. Bu yarışda sənə bol-bol uğurlar arzu edirəm. Bura qədər nə çətinlik yaşadın? Nələr baş verdi? Bura qədər çox çətinlik yaşadım ki mən. Peroçaşkam dağılmışdı. Onlar kadrlarda var, ünlülər qoyacaq. Gördüm maşınca qaldırıb sardıq yerə. Biz ən azı bir 4-5 dəfə korobkanı sökdük. Sökdük, yığdıq, qutardıq, yoxladıq, işləmədi təzədən bir də. Yoxladıq təzədən bir də. Məşqlərə az da o qədər imkan olmadı, vaxt olmadı, çıxa bilmədik. Kvalifikasiya günü bir dənə məşq eləyə bildim, bir zayız. Sonra birinci zayız 71-72 mi yığdım kvalifikasiyada. Elə o kifayət elədi. Kvalifikasiyada 12-ci yerə çıxdım. Belə indi rəqiblərimiz var. O top 32-də, 32 dənə Gürcü pilotudur. Bizlə bir yerdə, hamıyla bir yerdə. İndi görək xeyirlisi də. Allah hamıya qələbə nəsib eləsin. Bir şey də qeyd edeyim ki, bu etapda Niyazla rəqib düşən Elçin Məmmədov öz pilotumuzdur. Biraz şansımız azalır, amma denəmək olar. Elçinlə mən düşmüşəm ha. Yaxşı olmayıb, amma qismət o idmandır da, bilmək olmaz. Güclü qalib gəlsin. Bəli. Elçin zəif pilot deyil. Salam aleyküm millət. Yanımızda Hamleti görürsünüz. Hamlet bir çətinliklə də olsa bura qədər gəldi, çıxdı. Bərbad vəziyyətdə olan maşınla top 32-yə yüksəlib. Sadəcə bu əlimdə gördüyümüz detal sınıb deyə bu Hamleti yarışda iştirak eləməyə sual altındadır. İndi çalışırıq ki, nəsə eləyək və Hamleti yarışa qaytaraq. Hamlet, fikirləri almaq istəyirəm, bırak. Fikirlər deyəndə ki, bu bir yarışdır, idmandır. Belə bir şeylər olur. Uşaqlar sağ olsunlar, əlindən gələni əsirgəlmirlər. Çalışırıq maşını düzəldək. Maksimum çalışacaq, çatdıraq. Bir də xahiş edirəm, vəziyyəti izah elə. Bax, top 32-yə çıxmısan, sürmək istəmirsən. Hə, qardaşım. Texniki səbəblərə görə, sənə bayaq danışdığım məsələlərə görə çox var söhbətlər, qardaşım. Hansı ki, mənə burada rahat sürməyə qoymur. Narahatam, başa düşdün, qardaşım. Texniki səbəblər və bəzi 2-3 başqa səbəblərə görə, qardaşım, 32 olaraq, yəni çıxmıram yarışa. Yəqin mənə cəmaat düz başa düşər, yəqin cəmaat mənə bağışlayar, məndə bizə elə şey çıxaq olmayıb. Amma inşallah bir ay mən bura başqa cür qayıdacam, öz maşınımla və rahat şəkildə. Öpürəm səni, bağışlayın mənə. Çok alba kalite kasıyor. Ekesi lidrani ya. Çok alma kalite. Paris Williams, aku ismen sabi na mag-aggressive show siya magtawag. Siya Gayara konsepsi jadi kompas niwa kota saat itu bersih cabut is
განაცხადება უკვე მიღებულია, ოქტომბერში ასპარეზობას განაგრძობს. დანიელ ბუტკინი გადადის კონფერენციაში, მან დაამარცხა პლეიგანოვის სამსახური. Və növbəti sürüş başlayır. Niyaz Bədiyev və Elçin Məmmədov. Və budur. Hər şey sinkron şəkildə davam edir. Yaxşı. Yaxşı Elçin eləmə, Elçin elə şeylər eləmə. Maşallah Elçin özünü itirmədi, çatdırdı özünü. Və budur, ikinci sürüş başladı. Burada önce Elçin Məmmədov lider olaraq başlayır. Qəşəng, hər şey çox möhtəşəm gedir. Aha, Elçin maşallah çox qəşəng bir əlləşi var. Əla, əla. Bu cütlüyün qalibi Niyaz Bədiyevdir. Və növbəti pilotumuz Pərviz Əzizov baş götürür, lider olaraq. Pərviz sal onu tüstüyə. Tüstüylə məhv elə onu. Qəşəng Pərviz. Qəşəng açıldı. Əla sən Pərviz. Əla. Bir dənə one more time'a getməsin bu. Pərviz aparacaq bunu. Qəşəng Pərviz. Qəşəng. 6'ya yüksəldi. Yəni belə də olmalıydı. შეცდომა იყო მისი მხრიდან, თუმცა გზელაშვილიც რაღაც შეცდომებს უშვებს აქ ჩეისზე და ნახოთ საბოლოო ჯამში როგორი იქნება ეს გარბენი. ფარასოვი გამოვიდა ზონიდან, ვერ აიღო ის მნიშვნელოვანია რომ ბოლომდე შეასრულოს თავის დავალება ისე რომ არ განულდეს და იგი მიიღებს სავარაუდოდ იმ უპირატესობას რაც დაეხმარება რომ გადაიღოს კონტექსტში და ეს კონტექსტი რასაც ვერ ვიტყვი პარასოლზე, თუმცა ორი გარბენის ჯამში ვინ იქნება უკეთესი ამას მაინც გახავთ რამდენიმე წამში გავიგებთ ჟიურისთან. ეს შეცდომა რომელიც დაუშვა ფარასოვმა სავარაუდოდ გაიყოს გადამწყვეტი ამ გარბეში, თუმცა
და კი ბატონო, ასეც მოხდა. გიორგი გძელაშვილი გააგრძელებს ასპარეზობას, მან დაამარცხა ჰამლეტ ფარასოვის აი შეცდომა, რომელიც ჰქონდა გიორგი გძელაშვილს, ჰამლეტ ფარასოვს ბედიოს ძალიან ხორდაიარა ეს ზონა გუგა კირვალიძემ ცხვირის კლიპინგის იგრიდან აიღო ზონები პრინციპში ყველაფერი კარგად შეახო კირვალიძემ თუმცა ცოტა ცხოვარ მომეწონა ბოლოს მაგრამ გავიდა კონტაქტური ფინიში შეძლოში დამოხდება თითქმის სინქრონული იყო და კარგი კუთხით მიდის ნიაზ ბედიევიც შეიძლება ითქვას, თუმცა რა ახლოს მიხვება მას დაგვირით გუგა კირვალიძემ შვედიერი გადაწყობა შემოწმოლა კირვალიძემ ამ ზონაში და ბოლო ზონა და როგორი იქნება მას ჯებული გახდა გუგა კირვალიძემ დაამარცხა ნიაზ ბედიევი და გადაინაცვლა ტოპს დაუვით ინვალედ ასპარეზობს და ძალიან დიდი კუთხით იღებს ყველა ზონას აბსოლუტურად სევასტიან მალიხინი მას აშკარად ჩამორჩა ფარვის აჯიზოვი და საკმაოდ სერიოზული შეცდომები მიხვდება ასევე ბამლით მიემართება ფარვის აჯიზოვი აქ მთლიანად დაძდა ცხვირის კლიპინგს აჯიზოვი და ზონას მე მგონი გამოტოვა როგორც გავინახე თუმცა ძალიან ეფექტურად და დიდი კვალით მოამართება დუალში და იგი გადაინაცვლა შემდეგ ეტაპზე მან მოახერხა ფარვის აჯიზოვის გამარცხება საკმაოდ სოლიდური პერფორმანსი რომელიც შემოგთავაზა ასევე მალიხინმა და დამაჯერებლად